Bəs sən bilirsən nəyi? İndi deyərəm. Hansı hansı heyvanın ürəyi başında yerləşir? Ahtapotun yoxsa kirpinin? İndi cavabı bir yerdə görəcəyik. Əlbəttə ki, ahtapotun, onun ürəyi başında yerləşir. Dəvələrin hörgücündə nə var? Yağ yoxsa su? Dəvələrin hörgücündə yağ var. Bu onların enerjili qalması üçün vacibdir. Su hansı halda yuxarı qalxa bilər? Heç vaxt qalxmaz, yoxsa bitkinin içində? Su bitkinin içində yuxarı qalxa bilər. Çünki bitki suyu köklərdən yarpaqlara daşıyır. Ona görə də su orada kökdən yarpağa doğru yuxarı qalxır. İnsan bədənində ən kiçik sümük hardadır? Burunda yoxsa qulaqda? Təbii ki, qulaqda. İnsan bədənində ən kiçik sümük qulaqda yerləşir. Həmin sümüyün adı da üzəngi sümüyüdür. Bəyəndinsə, səhifəyə abunə olmağı unutma.